Salam, hər vaxtınız xeyir olsun. Mən Baxış müəllim. Bu günləri Afrikanın iqlimi haqqında məlumat verməyə çalışacağam. Biz bilirik ki, Afrika materiki Avrasiyadan sonra sadəcə ikinci ən böyük materikdir. Sahəsi 30,3 milyon kvadrat kilometrdir. 4 yarımkürədə yerləşir. Deməli, həm Qrinviç meydan kəsdiyinə görə qərbdə və şərqdə, həm də ekvator xətti kəsdiyinə görə şimalda və cənubda yerləşir. Ekvator xətti kəsdiyinə görə deməli, həm şimal, həm cənub yarımkəsində yerləşir və buna görə də burada iqlim qurşaqları simmetrik yerləşir, yəni təkrarlanır. Eyni zamanda Afrika şimal və cənub tropikləri arasında böyük ərazi tutduğu üçün Afrikanın böyük bir hissəsi günəşin ildə 2 dəfə zenitdə olduğu ərazilərdir. Ona görə də burada Afrika ən isti, deməli, materik kimi gedir də. Günəşin 2 dəfə zenitdə olduğu məntəqələr daha çox olduğu üçün ən isti materik hesab olunur. Ümumiyyətlə, Afrikada iqlimin formalaşmasına səbəb materikin quruluşudur. Deməli, sahilindən keçən isti və soyuq cəryanlardır. Materikin sahilinə hansı isti cəryanlar, hansı soyuq cəryanlar təsir göstərir? Şimalda Kanar cəryanıdır, qərb hissədə daha doğrusu Kanar cəryanıdır, Qvineya cəryanıdır, Angola cəryanıdır, Bengeldir, İğnəburnudur, Mozambik cəryanıdır və Somali cəryanıdır. Soyuq cəryanlar olan Kanar, Bengel və Somali cəryanları, bunlar materikə isti və quru iqlim bəxş edirlər. Yəni materikdə quru iqlimin formalaşmasına səbəb olurlar. İsti cəryanlar isə Qvineya, Angola və Mozambik, İğnəburnu cəryanları isə materikə bol rütubət gətirirlər. Materikdə ümumiyyətlə yağıntıların belə deyək də qeyri-bərabər paylanması nəzərə çarpır. Niyə görə? Çünki materikin fikir versək, mərkəz hissəsi, ekvatorialda yerləşən hissəsi daha çox yağıntı alır. Eyni zamanda tropik kontinentlərə düşən ərazilər isə ilərisində daha az yağıntı alır. Yəni belə deyək də materikin forması, yenə deyirəm, sahilindən keçən cəryanların təsiridir, materikin relyefidir. Burada Afrikanın, yəni Afrikada iqlimin formalaşmasına əsas təsir göstərən amillərdir. Bayaq qeyd etdiyimiz kimi Afrika ekvator xətti ilə kəsilir. Buna görə də Afrikada deməli iqlim qurşaqları simmetrik yerləşir. Ekvatordan şimala və cənuba doğru eyni iqlim qurşaqları təkrarlanır. Mərkəz isə ekvatorial, ondan yuxarıya və aşağıya, yəni şimala və cənuba subekvatorialdır, tropikdir və materikin ucqar şimal və cənub nöqtələri isə subtropik iqlim qurşağında yerləşir. Deməli, Afrika neçə iqlim qurşağında yerləşdi? Ekvatorial, subekvatorial, tropik və subtropik iqlim qurşağı. İndi isə başlayaq bircə həmin iqlim qurşaqları və onlara aid olan ərazilər, həmin iqlim qurşaqlarının xüsusiyyətləri haqqında məlumat verək. Əvvəla ekvatorial iqlim qurşağı haqqında məlumat verək. Ekvatorial iqlim qurşağı nəinki Afrikada yer kürəsində tam zolaq əmələ gətirmir. Ekvatorial ümumiyyətlə tam zolaq əmələ gətirmir. Tropik iqlim qurşağı isə yer kürəsinin şimal yarımkürəsində tam zolaq əmələ gətirmir. İndi Afrikaya aid olan ekvatorial iqlim qurşağına aid məlumat verək. Ekvatorial iqlim qurşağı əhatə edir Konqo çökəkliyidir, Qvineya körfəzi sahil xətti əraziləridir. Yəni Qvineya körfəzi sahilində yerləşən ərazilər Konqo çökəkliyi, Qvineya körfəzi sahilində yerləşən ərazilər, bir də Niger və Volta çaylarının mənsəb hissələrini əhatə edir. Ekvatorialda il boyu alçaq təzyiq qalxan hava kütlələridir. Yəni alçaq təzyiq qalxan hava kütlələri hakim olur. İl boyu isti və rütubətli olur. Eyni zamanda burada konvektiv yağışlar da formalaşır. Həmin konvektiv yağışların deməli formalaşmasına səbəb isə yüksək təzyiq deməli sahəsindən gələn passat şüayələridir və həmin passat şüayələri bura o qədər yağıntı gətirir ki, bu ərazilər ifrat rütubətlənmə və keçilməz deməli meşələrdən ibarət. Eyni zamanda burada ekvatorial iqlim qurşağında onu da qeyd edə bilərik ki, orta illik temperaturu 20-30 dərəcə arasında dəyişir. İllik yağıntısı isə 2000-3000 mm arasında dəyişir. Ekvatorial iqlim qurşağı. İndi isə keçək Afrikada subekvatorial iqlim qurşağına. Şimalda da, cənubda da subekvatorial iqlim qurşağı var. Şimalda subekvatorial iqlim qurşağı əhatə eləyir Senegal çayıdır. Burada Senegal ovalığı da var. Sonra Niger çayı və onun ətrafıdır. Nigerin mənsəbidir. Niger və Voltanın mənsəbi ekvatorialdır. Şimal hissəsi subekvatorial iqlim qurşağıdır. Gəldi burada Çad gölü onun ətrafıdır. Sonra Efiopiya yaylasıdır. Somali yarımadasıdır. Bunlar yerləşir şimal subekvatorialında. Burada iyulun, avqust aylarında ekvatorial şimala qalxanda, bu subekvatorial üzərində hakim olanda isti və rütubətli keçir. Deməli, yay ayları isti və rütubətli keçdi. Demək, yay aylarında alçaq təzyiq
ekvatoral gəlirsə, deməli alçaq təzyiq qalxan hava kütlələri hakim olur ki, isti və rütubətli olur da. Deməli, qeyd olunan ərazilər ki var, bu ərazilər iyulun avqustlarında isti və rütubətli olur. Dekabr, yanvar, fevralda isə tropik hava kütlələri, isti və quru tropik hava kütlələri hakim olur və burada yüksək təzyiq enən hava axınları formalaşdırır. Subekvator iqlim qurşağında yağıntı 1500-2000 mm arasında dəyişir. İllik temperatur isə 20-30 dərəcə arasında formalaşır, dəyişir. Ümumiyyətlə, subekvator iqlim qurşağı aqroiqlim ehtiyatı üçün əlverişlidir. Yəni, aqroiqlim ehtiyatları bol olduğu üçün kənd təsərrüfatı üçün əlverişli ərazilər hesab olunurlar. Cənub subekvatorial isə, deməli, Şərqi Afrika əyaləsidir. Qeyd edim ki, Şərqi Afrika əyaləsinin şimal hissəsi şimal subekvatorialına aiddir. Cənub hissəsi, yəni böyük bir hissəsi cənub subekvatorialındadır. Cənub subekvatoriala aid elə Şərqi Afrika əyaləsidir. Hətta Zambezi, deməli, çayından, Zambezi Limpopo çaylarına qədər deməli, davam edir. Hətta burada Madaqaskarın da şimalı cənub subekvatorialında yerləşir. Cənub subekvatorialında yağıntılar əsasən dekabr, yanvar, fevral aylarında ekvatorialın burada hakim olduğu deməli, vaxtda daha çox isti və rütubətli olur. Çünki həmin vaxt ekvatorial daxil olursa, yenə deyirəm ki, alçaq təzyiq qalxan hava kütlələri formalaşdırır, yəni yağıntılı olur. Həm subekvatorialda ilin yarısı rütubətli, yarısı isə quraq olur. Yəni ilin yarısında yüksək təzyiq enən hava kütlələri, yəni quru, yarısında isə alçaq təzyiq qalxan hava kütlələri, yəni rütubətli hava hökm sürür. Gəldik tropik iqlim qurşağına. Tropik iqlim qurşağı Afrikada böyük bir ərazini əhatə edir. Şimal hissədə daha geniş ərazini əhatə edilir, nəinki cənubda. Şimal hissədə tropik iqlim qurşağı burada qeyd etdiyimiz kimi deməli, əsasən kontinental iqlim formalaşdırır. Çünki materikin ən eni yerindən tropik xəttinin keçməsi burada yüksək təzyiq enən hava kütlələrinin il boyu hakim olmasına səbəb olur və materik qərbdən şərqə böyük məsafədə uzanır. Eyni zamanda sahil xəttlərindən isə, sahil zonalarının isə soyuq zərərlərin təsirinə məruz qaldığı üçün tropikin kontinental tipi hakimidir. Tropikin birləşik iki tipi var da, tropik dəniz və tropik kontinental. Şimal hissədə konkret tropik kontinental hakim olur və bu ərazidə yerləşən, məsələn, fikir versək, burada Qərbi səhradır, Eqr səhrasıdır, Əlcəzair səhrasıdır, Böyük səhradır, Liviya səhrasıdır, burada Nubiya səhrası var, Şərqi səhra var. Yəni, bütün bunlar nədən xəbər verir? Burada geniş səhraların yerləşməsi burada tropik kontinental iqlim tipinin formalaşmasından xəbər verir. Materikin cənubunda isə fikir versək, qərb küçələri cəryanı, şimala istiqamətləmiş 4 qolu var idi. Peru cəryanı idi, Falkland idi, Bengel cəryanı idi və Qərbi Avstraliya cəryanı idi. Bengel cəryanı Afrikadan keçir, Afrikanın sahil zonalarına isti və quru hava kütləsi, yəni yüksək təzyiq formalaşdırır da, yəni nə baxımları. Deməli, burada Bengel cəryanı təsiri ilə Namib səhrası var, deməli, Kalahari səhrası var, burada Karo səhrası var, yəni materikin qərb və mərkəz hissələrində kontinental isti və quru, yəni səhralar formalaşdırır. Şərq hissəsindən isə keçən isti Mozambik və İnəburnu cəryanları şərq hissəyə bol rütubət gətirir. Yəni buradan tropikin dəniz iqlimi, yəni rütubətli iqlim formalaşdırır. Yağıntının miqdarı ümumiyyətlə həm şimal, həm cənub tropik iqlim qurşağına fikir versək, məsələn, tutaq ki, şimal tropik iqlim qurşağında ümumi yağıntının miqdarı 100-150 mm-dir. Ancaq hətta mərkəzdə o qədər kontinentallıq var ki, yağıntının miqdarı materikin daxili hissələrində 50 mm-ə qədər düşür. Bu belə. Ümumiyyətlə biz bilirik ki, deməli, sutkalıq temperatur amplitudu ən çox səhralarda olur da, gündüz səth daha çox qızır, gecələr isə daha çox soyuduğu üçün gündüz və gecə temperaturu arasında fərq çox olur. Ona görə səhralarda deməli, kontinentallıq, yəni sutkalıq temperatur amplitudu daha çox olur. Hətta belə deyək də, tropik iqlim qurşağında burada 40 dərəcəyə qədər deməli, sutkalıq temperatur amplitudu formalaşır. Əkinçilik isə tropikdə ancaq və ancaq suvarma şəraitindədir. Çünki yağıntının miqdarı çox azdır. Gəldik subtropik iqlim qurşağına. Subtropik iqlim qurşağı materikin ucqar şimal və cənub nöqtələrinə aid edilir. Subtropikdə ümumiyyətlə 4 tip formalaşır da. Araq dənizi, kontinental, musson və bərabər rütubətli. Şimal hissədə subtropikin ancaq və ancaq Araq dənizi iqlim tipi hakim olur. Araq dənizi iqlim tipi hakim olur. Məsələn, fikir versək, burada Tunus yarımadasıdır, Əlcəzair, Liviya və Misirin şimal hissələrində. Bunlar subtropin Araq dənizi iqlim tipində yerləşirlər. Yay aylarında tropik hava kütlələrinin hakim olması nəticəsində, şimala qalxması nəticəsində burada isti və quru, yəni belə deyək də, isti və quru, yəni yüksək təzyiq enən hava formalaşdırır. Deməli, cənub hissəsində isə subtropikin iki tipi formalaşır burada. Soyuq zərərində təsirlə materikin cənub-qərb hissəsində, yəni bu Kap yarımadası tərəfdə formalaşır
Araq dəniz iqlim tipi şərq hissəsində isə, cənub-şərq hissəsində isə isti cərəyanların təsiri ilə bərabər rütubətli iqlim deməli formalaşır. Subtropik iqlim qurşağında fəsil dəyişkənliyi müşahidə edilir, aydın müşahidə edilir və belə deyək də, hətta yay aylarında yayın orta temperaturu müsbət 24-25 dərəcəyə qədər, qışda isə -10, -9, üzr istəyirəm, müsbət 10, müsbət 9 dərəcəyə qədər düşə bilir. Bu iqlimi deyirdik. Deməli, şimal subtropikində Araq dəniz iqlimi formalaşır. Yayda isti və quru, qışda isə mülayim və rütubətli hava hökm sürür. Yəni iyul avqust aylarında tropik hava şəraitlərinin təsiri ilə isti və quru iqlim hakimdir. Dekabr, yanvar, fevralda isə mülayim hava şəraitlərinin təsiri ilə mülayim və rütubətli iqlim, yəni alçaq tezlik qalxan hava şəraiti formalaşır. Cənubda isə yenə də bərabər rütubətli heç, o il boyu rütubətli olur. Amma Araq dəniz iqlimi tipi isə şimalın əksinə olaraq dekabr, yanvar, fevralda tropik düşür aşağı cənuba, isti və quru. İyul, avqust ayında isə mülayim hava şəraitləri qalxaraq burada deməli mülayim və rütubətli iqlim formalaşdırır.